Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası və sınaq imtahanında iştirak haqqı müəyyənləşib. APAnın xəbərinə görə Nazirlər Kabineti bu barədə qərar verib. Qərara əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 manat təsdiq edilib. Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib. Bu qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədə olma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 kredit topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədə olma müddətinə 1 ildən az qalmış tibb mütəxəssisləri 50 kredit topladıqda şəhadətnamə əldə etməlidirlər. Qərara əsasən, şəhadətnamə imtahandan keçmiş və ya hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində davamlı peşəkar inkişaf üzrə minimum 250 krediti toplamış tibb mütəxəssislərinə veriləcək. Qaydaya əsasən, aşağıdakı tibb mütəxəssisləri şəhadətnamə əldə etmək üçün imtahanda iştirak etməlidirlər. Ən azı 5 il müddətində fasiləsiz olaraq ixtisasları üzrə işləməyənlər. Hər il orta hesabla 50 kredit olmaqla davamlı peşəkar inkişaf üzrə minimum 250 krediti 5 il ərzində toplamayanlar. Tibb mütəxəssislərinin sertifikasiyası Nazirliyin Elmi Tibbi Şurası və tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət mərkəzi tərəfindən həyata keçiriləcək. Sınaq imtahanı istisna olmaqla imtahan ödənişsizdir. Sınaq imtahanının ödənişi mərkəzin bank hesabına köçürülməlidir.